Salam, xoş gördük hər birinizi. Bu həftənin seçilən sualı ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin gəlirlərinə hansıları aiddir olub? Cavabı təqdim edirik. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirlərinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərə aiddir. Ailə üzvlərinin gəlirləri muzlu işlə əlaqədar gəlirlərə, muzlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür.